Salam. Mən həmişə demişəm ki, 10 nəqliyyat hadisəsində, piyada vurulmasında 10 hadisədən 8-də piyada özü günahkardır. Fikir verin, qaranlıq, maşınların sürücüləri güclə yolu görürlər və insanlar yolu bax belə keçirlər. Fikir verin, axı bu qədər ehtiyatsızlıq olmaz. Kimsə deyə bilər ki, infrastruktur pisdir, piyada keçidi yoxdur. İndi siz görəcəksiniz. 10 metr o yanda, 10 metr bu insanlardan o yanda piyada keçidi var. Amma onlar buradan keçirlər, həyatları ilə risk edirlər. Vəziyyəti necə düzəltmək olar? Mənə elə gəlir ki, cərimələr artmalıdır və piyada vurulmasında əgər sürücü günahkar deyilsə, bu mütləq televiziya ekranlarında işıqlandırılmalıdır ki, piyadaya görə maşın əzildi, piyada deməli vuruldu, günahkar piyadadır, sürücünü evə buraxdılar həmin günü. Bu belə olmalıdır. Belə olmazsa vəziyyət düzəlməyəcək. Cərimələr artmalıdır və maarifləndirmə işi getməlidir televiziyalarda. Diqqətinizə görə çox sağ olun.